Hələ bilmirdim ki, Rasif Abdullayev bıçaqlayıbdı. Dala getdi, o tündə bir də onda döndüm arxaya ki, Rasif Abdullayev burada uzanıbdı. Bıçağı bura gətirən Ayxan olub. Onu Ceyhuna verən də Ayxan olub. Yəni bu hadisənin əsas təfərrüatlarına, əsas bütün səbəbkarı Ayxandır. Abşeronda dəhşətli qətl hadisəsi baş verib. Hadisə Xırdalan şəhər Yusif Məmmədəliyev 91 ünvanında. Yəni hazırda dayandığım bu ünvanda qeydə alınıb. Belə ki, tərəflər arasında mübahisə düşüb və mübahisə sonradan əlbəyaxı davaya çevrilib. Nəticədə Rasif Abdullayev məhz burada Ceyhun adlı bir şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə yerinə isə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin bəzi təfərrüatları da məlum olub. Belə ki, qətl törədilməmişdən əvvəl qonşuluqda yaşayan Ayxan Aslanovla mərhumun qardaşı Rusif Abdullayev arasında mübahisə düşüb. Mübahisəyə səbəb isə Ayxan telefonla danışarkən onun yanında mərhumun qardaşının dayanması olub. Ayxan Aslanov Rusif Abdullayevə görürsən telefonla danışıram, niyə dayanmısan ifadəsini işlədib. Mübahisədən bir müddət sonra Ayxanla birlikdə hadisə yerinə gələrək mübahisəyə aydınlıq gətirməyə çalışan Ceyhun Cəbrailov bıçaqla Rasif Abdullayevə ürək nahiyəsi və bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr endirib. 31 yaşlı Rasif Abdullayev ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etməyə mümkün olmayıb. Bir dənə Ayxan buna qayıtdı ki, sən niyə dayanmırsan? Görürsən telefonla danışıram. Da sakit bir şəkildə dedi ki, danış da, sən nə deyirəm ki, burada yəni əlavə bir söz danışmıram bir şey. Onun üstündə gəldi başladı ki, sən görürsən mən telefonla danışıram, sən niyə orada durmusan? Belə bu da dedi ki, orada mən sənə heç nə demədim, heç bir şey söyləmədim. Yəni heç bir müdaxilə etmədim sənə. Sən niyə belə başladı ki, sən bu söhbətdə səhvsən, belə. Bundan sonra mübahisə başladı. Başlandan sonra bir neçə dəfə biz də dedik ki, sakit olun, belə olmaz öyle. Yəni mərhumun qardaşı heç bir yəni önəmsəmirdi. Dedi oldu ki, deyə belə bir şey. Bu Ayxan adlı şəxs telefonla danışan. Bu əl çəkmirdi ki, yox, mənim səndən söhbətim olacaq, belə olacaq. Yəni bunu burada belə qoymayacağam. Sən məndən ayağını dirəyib ki, eləcə sən səhvsən bu sözdə, bu söhbətdə sən səhvsən. Sən üzr istəməlisən. Bu da dedi ki, qardaş, mən nə etdim ki, üzr istəyim? Qısa konkretdir. Bunun üstündə bir neçə dəfə mübahisə yarandı, uzaqlaşdırdıq. Yəni mərhumun qardaşı elə də ciddiyə almırdı ki, yəni bu məsələ belə dərinləşər. Nəysə sonra mərhumun qardaşıyla hövsələdən çıxartdı. Bunlar biraz sporlaşdı, biraz tutaqlaşdı. Onda araladılar. Sakitcə mərhumun qardaşını oturdurduq maşına. Dedik ki, gəl otur, gedək. Sonradan Ayxan mənə yazırdı ki, bəs siz hardasınız, mən gəlim ora, belə. Dedim, ehtiyac yoxdur. Ehtiyac yoxdur. Ondan sonra axşam biz gələndən sonra burada durmuşduq. Ayxan da gəldi. Biz də gələndə məqsədimiz oydu ki, yəni bu uşaqdır, kiçikdir, bunun könlünü alaq, rahat, sakitçilik olsun. Gəldi bura, mərhumun qardaşı dedi ki, Ayxan, mən səni bayaq tutaqlaşdıq elədik. Mən ona görə peşmanam. Sən məndən yaşlı, çox kiçiksən. Bu söhbətdən sonra Ayxan yanında bir nəfər çağırmışdı. Həmin o bir nəfərlə, Ayxanla bu burada söhbət eləyəndən sonra həmin o bir nəfər Rusif Abdullayevi çəkdi qırağa ki, burada durmuşuq, yəni o da burada. Bir dəqiqə olarını, söhbət elədi, birdən Ayxana Rusifə kəllə atdı. Kəllə atanda bu da arxaya. Burada bunlar biraz tutaqlaşan kimi elə tez bir şəkildə ayrıldı. Ayrılanda bir də onda gördük ki, Rasif Abdullayev də orada dayanmışdı. Rasif Abdullayev bunun üstünə tərəf getdi. Onda gördüm ki, aralaşdılar. Bıçaq əlində arxa-arkaya gedirdi. Onun üstünə gedə-gedə dedim ki, bıçağı ver mənə. Hələ bilmirdim ki, Rasif Abdullayev bıçaqlayıbdı. Dedim ki, bıçağı ver mənə, bıçaq bir xəta olar da. Bu dala getdi, o tündə bir də onda döndüm arxaya ki, Rasif Abdullayev burada uzanıbdı. Tez qaçdım bura ki, bıçaqlayıbdı. Tez oturduq maşına, xəstəxanaya çatdırmağa. Xəstəxanaya çatdıranda baxdıq ki, dünyasını dəyişibdi. Rasifi kim vurdu? Rasifi Ayxanın yanındakı, Ayxanın çağırdığı Ceyhun adında oğlan idi. O vurdu. Bəli, o vurdu. O söhbət mübahisə üstündə düşüb. Bəli, mübahisə üçün. Bu da ayağını dirəyib. Bu da bəri başdan gələndən deyir ki, mən səni bayaq tutaqlaşdığıma görə peşmanam.
Bu belə üzrə söhbəti başlayırdı ki, yəni mehribançılıqla sakitçilik olsun. O eləcə ayağın dirir ki, mən bu söhbətdə düzəm, sən üzr istəməlisən. Çoxdan dostdular bunlar. Kim? Bu Yox, heç bir əvvəlindən heç biri, yəni ədavət. Yəni o Ayxan burada yaşayan idi, ümumiyyətlə. Bəli, burada yaşayan. qonşudular Ceyhun da burada mı? yaşayandı, Ayxan da burada yaşayan. Qonşudular. Yəni biri bu biz tərəfdə qalır, biri də bu biz tərəfdə. Bunların qabaqsında ədavətləri oldu. Yox, heç bir ədavəti olmuyor. Çünki onlar elə bir adam idi ki, onlarla yəni heç kimin ədavəti ola bilməzdi. Çünki heç kim istəmirdi ki, onlara qoşulsun. Bıçağı bura gətirən Ayxan olub. Onu Ceyhuna verən də Ayxan olub. Yəni bu hadisənin əsas təfərrüatlarına, əsas bütün səbəbkarı Ayxandır. Yəni Ceyhun nə qədər məsuliyyət daşıyırsa, bundan çoxunu o daşımalıdır. Çünki bıçağı bura gətirəndə, bıçağı Ceyhuna verəndə, Ceyhunu bura çağıranda hamısı Ayxan olubdur. Yəni hadisəni törədən şəxsə Ayxan verib bıçağı. Bəli, hadisəni törədən şəxsə bıçağı Ayxan verib. Evlərindən götürüb gətirib, qonşuların da dediyinə görə bacısı da etiraf edib ki, bıçağı evdən götürdü, getdi. Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.